Milli şirniyyatlarımızdan badambura hazırlayacağım. Gəlin birlikdə izləyək. Bizi xalq olaraq dəyərli edən, bizi biz edən milli adət-ənənələrimizdir. Tarix boyu öz kimliyimizi, dəyərlərimizi qorumaq bacaran bir millətik. Mən bu milləti, özümüzü sevirəm. Mart ayı gələndə abu-havanı daha çox hiss edirəm. Şəhərimizin hər küncündə millilik özünü göstərir. Bütün dəyərlər yenilənir, gələcəyə daha anlamlı daşıyır sanki. Hər küncdə, hər evdə bir sevgi var. Bir tarix var, bir xatirə var. Hər olduğu kimi bu ildə çərçivələrimizi isidən, dəftərə oxşayan çərşənbələr hər həftə arxa-arxaya düzülür. Hər evdə qazanlar asılır, milli şirniyyatlarımız, badambura, paxlava, şəkərbura öz ətri ilə ruhumuzu oxşayır. Və bizim qadınlarımız bu mətbəx sevgisini, bu qədim adət-ənənələri yaşadan qadınlarımız həqiqətən də əsl qəhrəmanlardır. Hər bişən şirniyyatla hər hazırlanan masa ilə keçmişimizi bu günlə birləşdirir, gələcəyə ötürülür. Bu badambura, bişirdiyim həmin bu badambura yalnız şirniyyat deyil, o da bir tarixin daşıyıcısıdır. Sanki o da bir ruhdur, bir millət sevgisidir.